Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli YouTube izləyicilərimiz. Bugün sizə elə bir həyət evi ilə tanış eləyəcəm ki, inanın ki, axşama qədər evin satılma ehtimalı çox yüksəkdir. Səbəbi də budur ki, evimiz həm bağlı bağçalıdır, şəxsi tikilidir, üstəlik də dəyərindən aşağı qiymətə satışa çıxır. Evin yerləşmə yeri Zabrat 1 qəsəbəsidir. Neft qazma zavodunun yaxınlığında yerləşir, hər tərəfi də yaşayış olan yerdir. Ümumilikdə 7 sot torpaq sahəsindədir, 4 otaqlıdır, 140 kvadratdır. Hazırda evin çəkilişinə arxa tərəfində olan məhləsindən başlamışam. Ön hissəsində də həyət yanı sahəsi var. Səbirli olub videomuzu sona qədər izləsəz, hər birini videonun gedişatında sizə təqdim edəcəm. Baxın, görürsünüz nə qədər ağaçları varsa, heç evin digər tərəfi görsənmir. Evin həyətində olmayan meyvə ağacı yoxdur. Çiyələyi var, alça ağacı var, armud, alma, hər çeşiddə meyvə ağaçları var və mərkəzi kanalizasiyalıdır. Evin hər bir tərəfi yaşayış olan yerdir. Keçək evimizin daxilinə. Evdə tam hazır giryaşa və şəxsi tikilidir. Mətbəx mebeli var, hamamın aksesuarı var, kombisi var, pəncərəsinin reşotkasına qədər var. Həyətində də əlavə həyət üçün nəzərdə tutulmuş sanitar qovşaq, kombi otağı və kladovkasına qədər var. Bu da evin digər tərəfdən olan görünüş hissəsi. Ümumilikdə bir daha qeyd edirəm, 7 sotun içindədir, yerdən kürsüdədir, 4 otaqdır, 140 kvadratlı evin ümumi sahəsidir. Qazı, suyu, işığı daimidir, sayğaçlarının hər biri var. Evin üstü paketdamdır. Hazırda ev boşdur, yaşayış yoxdur. Amma tamamilə özünə tikilən evdir. Səbəbi də ev sahibi şəhərdə evi var, orada yaşayır, yəni artıq bu evə gərək duyulmur. Evin içərisi ilə də sizi tanış edeyim. Dəyərli müştərim, sizin də satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə bizimlə əlaqə saxlayın. Mülkünüzü tez bir zamanda satıb sizə təhvil verək. Hamam, sanitar qovşaq, çamaşırxana və evin mətbəxi isti poldan ibarətdir. Betonlu, kəmərli evdir. Mətbəx mebelimiz də var, kombisinə qədər hamısı var. Qiyməti 107.000 manatdan satışa çıxıb. Sənəd də bələdiyyə sənədidir. İnşallah ki, real alıcılar olsa, qiymətdə də çox gözəl bir endirim olunacaq ev sahibi tərəfindən. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Evlə bağlı da nə suallarınız olsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. Bu da yataq otaqlarıdır. Bu da sonuncu yataq otaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Kim alacaqsa, Allah həm alana, həm satana ən xeyirlisi nədirsə, onu da qismət eləsin inşallah. Göz haqqınızı halal edin.